Polşanın baş naziri. Daha bir məktəb direktorunu çıxartdılar, Dəyərli həmvətənlərim, bu məktəb direktorlarının çıxarılması, dostlar, məktəb direktorlarının çıxarılması adət halını alıb artıq. Yəni, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, müəllimləri şərləyirlər, müəllimləri incidirlər, müəllimləri internetə verirlər, səslərini yazdırıb və neynirlər, onları vəzifədən azad edib, yerinə bir neçə min alıb, başqalarını gətirib otuzdururlar yerinə, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım. Ona görə bu çox yaxşı hal deyil, Deməli, keçək dostlar, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, efirə vacib zəngi olan eləsin. Vacib zəngi olan efirə zəng edə bilər. Ancaq və lakin mən xəbərlərimi yavaş-yavaş verirəm, xəbərlərimi sizə çatdırıram. Nömrələrimi burada yazın, vacib, Salam bəy, necəsiniz, nətəsiniz, nə var, nə yox? Bəy, xoş gördük. Sağ ol, siz istəyirdim bu son Amerikadakı durumları bizə çatdırasınız. Vəziyyət nədir, nə yerdədir? Buyurun, efir sizindir, bir 5 dəqiqə, 3 dəqiqə, buyurun. Bəy, xoş gördük sizi və dəyərli izləyicilərimizi. Mən çay gətirirəm, mən çay qızdırıram, sən davam elə. Yaxşı, bəy, oldu. Deməli, öncəliklə hər birinizi xoş gördük, dəyərli soydaşlarımız, həmvətənlərimiz, ölkədə və xaricdə olan Azərbaycan türkləri və etnik millətlərin nümayəndələri. Biz Qabil bəylə tez-tez danışırdıq, bəy məndən bəzi məsələləri rica eləmişdi. Ona görə də efir vaxtı verdi mənə. Fürsətdən istifadə edib 3-5 dəqiqəlik danışmaq istəyərdim. Öncəliklə hər kəsdən rica edirəm ki, bu efiri bəyənsinlər, paylaşsınlar və daha çox insanların izləməsi üçün şərait yaransın. Deməli, dünənlərim Amerika Senatında çox güclü bir vəziyyət yarandı. Necə? Fövqəladə bir iclas keçirildi. Əslində, Senatda tez-tez keçirilir belə məsələlər. Dövlətdə hər hansısa bir müəyyən bir boşluqlar yaranarsa, bir qərarlar verilərsə, istər respublikaçılar, cumhuriyyətçilər və istərsə də demokratlar və istərsə də orada neytral olan bəzi senatorlar və konqresmenlər və konqreswomenlər var, yəni qadınlar da olur orada. Deməli, orada Oregon ştatından olan Jeff Merkley müəllim Trump'ın xüsusi işlər üzrə, daha doğrusu Dövlət Departamentində təmsil olunan James Landau adlı bir, Mark Landau adlı daha doğrusu bir şəxsi dəvət eləmişdilər ora və orada Trump'ın məsələsini müzakirə edilər. Cənab konqresmen sual verir ki, bu son olan olayları bizdə şübhə yaradır ki, Trump birbaşa Rusiya xüsusi xidmət orqanlarına xidmət edən bir adam kimi fəaliyyət göstərir və əlbəttə ki, bu hər bir adam üçün də bu cürə sual yarada bilər. Həmin o Trump'ın da müşavirisi deyir ki, xeyr, cənab senator, yəni bu necə ola bilər axı, bunu Amerika xalqı seçibdir. Deyir, indi gözləyin, mən sizə bəzi punktları sadalayım və siz də görəcəksiniz ki, bu həqiqətən də reallığı əks elətdirir, yoxsa yox. Deməli, orada 5 punkt qaladı. Birinci punktda qeyd olunur ki, ABŞ-ın NATO alyansından çıxarılması məsələsi. Hansı ki, bu 2-ci Dünya Savaşından sonra bu birbaşa ABŞ-ın və onun müttəfiqlərinin Sovetlər Birliyinə qarşı və Avropanın təhlükəsinin təmin olunması üçün yaradılmış bir qurumdan çıxarılmasını deyir və onu da, o məsələni də qaldıran Elon Musk'dır. Yəni, bu necə ola bilər? Elon Musk mı bu dövləti idarə edən, yoxsa Trump mı bu dövləti? Və əgər bu çıxarılırsa, bu Amerikanın milli və xarici təhlükəsi maraqlarına ziddirmi, yoxsa yox? Bu birinci punkt. İkinci punkt deyir, sanki bu deyir, Rus dərin dövlətinin, Rus KGB-sinin və Putinin və onun digər yandaşlarının qərarını aşırır. Ukraynaya qarşı yardımların dayandırılması, o nə məsələdir deyir, o niyə elə olmalıdır? Üçüncü punktda bildirir ki, Prezident Zelenski gələndə Oval ofisdə, Ağ Evdə ona qarşı çox belə təhqiramiz ifadələr, Jake Vance vitse-prezidentlə birləşib ona qarşı bullying hərəkətlərinin olunması, bu tamamilə deyir bizim xarici siyasətimizə bir aykırıdır. Yəni bu
ola bilməz. Niyə görə axı biz prezident Zelenski, bizim müttəfiqimiz Zelenskiyə qarşı belə ifadələr səsləndirilməlidir. Digər iki punktda isə buna bənzər kimi məsələlər, ideyalar qaldırdı. O isə Trump'ın müşaviri sanki Qabil bəy belə hıqqıldayırdı. O nətər ki, məsələn, universitetdə, akademiyada və yaxud orta məktəbdə tələbəyə müəllim sual verir, cavabını bilməyəndə hıqqıldayır, belə hərəkətlər edir və o artıq qarşı tərəfdə və senatorlarda, digər istər o bir tərəf olan senatorlarda və konqresmenlərdə və digər və o cümlədən demokrat olan senatorlarda bəzi şübhələr yaratmağa başladı və senator ona görə dedi ki, bax görürsünüz, bizə həqiqətən də şübhələr də ayaqda saxlayan, hansı ki, bəy, onu siz hər zaman deyirsiniz, biz bu adamı sevirik, bu adamın öndərliyə gəlməsi üçün müəyyən addımlar ata bilərik, amma bizdə bəzi şübhələr var. Bax, onu həmən o cənab konqresmen özü də Merkley, Oregon ştatından olan, Oregonda demokratların olan üstünlüyü təşkil etdiyi ştatdır. Onu o adam bildirdi və hətta onu da bildirdi ki, bəli, Trump'ın atdığı addımlar sanki Rus dövlətinin və Putinin atdığı addımlar kimi qiymətləndirilir. Yəni, bu necə ola bilər? Bunu necə başa düşək? Ona görə də bu məsələnin üstündə çox ciddi şəkildə durmaq lazımdır. Mən senator olaraq ABŞ xüsusi xidmət orqanlarından, ABŞ FBI-dan, Milli Təhlükəsizlik Agentliyindən və Mərkəzi Kəşfiyyat İdarəsindən xüsusi tələblə irəli sürəcəm və bunu spikerə və o cümlədən ABŞ-ın Ali Məhkəməsinə qədər bu məsələni biz qaldıracağıq senator heyəti olaraq və hesab edirəm ki, bu məsələdə biz çox ciddi bir addımlar atmalıyıq. Və Qabil bəy, mən onu sizə ingilis dilisini göndərdim. Əgər siz baxdınızsa ona, vaxt edib baxdınızsa çox gözəl, baxmadınızsa bir zəhmət ona baxın. Əgər lazımdırsa onu elə canlı efirinizdə də səsləndirə bilərsiniz. Və bu 1-2 saat bundan qabaq mən sizə bir şəkil screenshot eləyib atdım. Yəqin ki, o gəldi sizə və siz də öz münasibətinizi bildirdiniz. Bəli, bəli. Çox təşəkkür edirəm. Orada Trump Oval Office-də qərar verib ki, son bu yaxın günlərə qədər çox qısa bir zaman tarixində Rusiya və Ukrayna sülh masasına oturmalıdır. Əgər oturmasalar, Rusiya üçün digər dövlətlərdən fərqli olmayaraq daha güclü sanksiyalar və tariflər təyin olunacaq və deyim ki, onu sizə aprel ayının 2-sinə qədər yenə növbəti bir ayda Meksikaya və Kanadaya olan tariflərin, Çinə olan tariflər barəsində bir şey demədi Qabil bəy. Amma Kanadaya və Meksikaya olan tariflər haqqında Trump özü şəxsən bildirdi. Hətta belə zarafatcan konqresdə dedi ki, aprel ayının biri aldatma günüdür. Mən dedi, belə yəni məfhumatlara inanan adamam. Ona görə də hesab edirəm ki, bu aprelin birindən yox. Çünki cəmaət dünya elə bilər ki, biz alladırıq dünyanı. Ona görə də aprelin 2-sindən qüvvəyə minməsi barəsində göstəriş verdi və onu öz deklarasiyasında qeyd elədi. Tərəfi də rəsmən çox ciddi və çox sərt şəkildə qarşılıq verdi bu məsələyə və 1-2 saat bundan qabaq da dediyim kimi Rusiyaya olan tariflərin və daha güclü, yüksək səviyyədə olan tarif və sanksiyaların qoyulmasına Trump bunu rəsmən bildirdi Oval Office-də və bu barədə Amerikanın məşhur CBS News və Fox News telekanallarında yayımlandı və mən də onu screenshot eləyib baxdım sizə Qabil bəy. Olağanüstü məsələlər cərəyan etməkdədir. Baxaq görək növbəti həftələr. Mən deyərdim ki, qarşıdakı növbəti günlər və həftələr çox maraqlı olacaq, çox maraqlı proseslər gedir həqiqətən də. İstər ABŞ daxilində, istər regionda, Amerikasında və əlbəttə ki, burada təsir edən bütün hadisələr, olağanüstü hadisələr bizim regionumuza da təsirsiz ötüşməyəcək. Və bu neft məsələsini də mən bəy sizlə danışdıq, bunu müzakirə elədik. Əlbəttə, Avropa bazarının ələ alınması, bu dünya bazarının ələ alınması deməkdir. Əgər bir dövlət nə qədər ki, çox öz neft, qaz və neft-qaz məhsullarının ixracını təmin eləyərsə, çünki mən özüm də neft-qaz sektorunda olan bir əməkdaş olmuşam, uzun müddət BP şirkətinin sahəsində çalışmışam, bir
bilirik, bu barədə məlumatlarımız var. Avropa bazarını ələ almaq. Məsələn, Azərbaycan Bakı-Tiflis-Ceyhan vasitəsilə Avropaya neft ixrac elədi, elə deyilmi? Və Bakı-Tiflis-Erzurum vasitəsilə də Türkiyə və Türkiyə üzərinə Adriatik dənizi sahilindən müəyyən gəmilərlə və kəmərlərlə pompalandı Avropa bazarına. Niyə görə Azərbaycan nefti Avropa bazarına çıxarıldı? Elə Asiya bazarına çıxarılardı da. Asiyada Çin var, Hindistan var, İndoneziya var, Malayziya var, Singapur var, o cümlədən Yaponiya var. Bunlar da böyük bazarlar hesab olunur. Amma yox, Avropa bazarı dünyanın ən böyük bazarı hesab olunur. Avropa bazarına nəql olunan neft və neft qaz məhsullarından gələn gəlirlər avro və dollarla hesablanılır və qarşı tərəfə ödənilir. Ona görə də Avropa bazarı deyiləndə biz dünya bazarı nəzərdə tuturuq. Əlbəttə Asiya bazarı da yəni okeydir, pis deyil. Hal-hazırda Çin də yəni öz sözünü deyir o bazarda, amma Avropa bazarının yerini heç bir bazar verə bilməz. Ona görə də Amerika indinin özündə belə bu soyuq gedən savaşda, xüsusilə də iqtisadi savaşda Avropanın gərək könlünü almağı bacarsın ki, Texas, Florida və Alyaskada olan, Amerika Birləşmiş Ştatlarının qərb sahillərində olan zəngin neft məhsullarının, o cümlədən qazın tətbiqini, onun necə deyirlər, transfer olunmasını, yönləndirilməsini təmin edə bilsin. Amma belə olan bir savaşlarda, xüsusilə iqtisadi savaşlarda hesab edirəm ki, ABŞ biraz çətin olacaq ABŞ üçün. Elə Qabil bəy, siz özünüzə çox doğru bildirdiniz ki, əgər belə davam edərsə, Putinin vəkilliyini eləyər Trump və onun administrasiyası, onun Braziliyadan, Argentinadan bir fərqi olmayacaq. Amma yenə də bu adamın sağı solu bəlli olmur bəy. Siz özünüz də bildirirsiniz bunu hər zaman öz canlı efirinizdə. Qarşıdakı günlərdə və həftələrdə yenə deyirəm, çox maraqlı hadisələr olacaq. Biz elə bunu bundan qabaq da deyirdik, danışırdıq sizinlə, müzakirə edirdik. Və baxaq görək bəy, hələ ki olan hadisələr bu üzrə istiqamətlənir. Sizin də fikirləriniz olarsa... İnşallah. Arada bir bu belə yaxşı Amerikanda gəlişmələr olanda qoşulun bizim efirə. Bax belə siz analiz eləyin, belə xəbərlər çatdırın. Çox gözəl təsir bəxş eləyirsiniz. Çox sağ olun bəy, var olun. Sağ olun Qabil bəy, mən də sizə təşəkkür edirəm. Sizin simanızda Azərbaycan türklərinə, ölkəmizdə və xaricdə yaşayan, xalqını, millətini sevən, ölkəsini sevən insanlarımıza təşəkkür edirəm. Sağlıq olsun, salamatsız olsun. Tanrı izin verərsə, bizlər də bacardığımız qədər dediyim kimi öz ölkəmiz üçün, xalqımız üçün, onun mənafeyinə xidmət edən qərarların alınması üçün əlimizdən gələn əsirgəmərik. Tanrı sağlıq eləsin, salamatsızlıq eləsin. Siz də sağ olun ki, gözəl gündə bizə təşkil ediniz, sizin canlı efirə qoşulduq. Minnətdaram, təşəkkür edirəm, saygılar, sevgilər. Çox sağ olun, var olun, sağ olun. Dəyərli əməkdaşlarım, dəyərli soydaşlarım.